2025-ci il Azərbaycanın idman tarixinə daha bir önəmli səhifə əlavə etdi. Ölkəmiz ilk dəfə mini futbol üzrə dünya çempionatına qapılarını açıb. Bu, Azərbaycan futbolu üçün tarixi mərhələ olmaqla yanaşı, ölkənin idman siyasəti və beynəlxalq mövqeyi baxımından strateji əhəmiyyətə malikdir. Bakıda təşkil edilən nüfuzlu turnir yalnız futbol tədbiri olmaqla kifayətlənmir, həm də ölkənin beynəlxalq idman arenalarında artan nüfuzunun bariz göstəricisidir. Tədbir sosial-mədəni inteqrasiya vasitəsi kimi böyük önəm daşıyır. Today Press TV xəbər verir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropa oyunları, İslam həmrəyliyi oyunları, Formula 1 yarışları və UEFA Avropa Liqasının finalı kimi beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib. Mini futbol üzrə dünya çempionatı isə həm miqyas, həm də xalq arasında populyarlığı baxımından yeni bir səhifə açır. Mini futbol dünyada olduğu kimi ölkəmizdə də son illərdə sürətlə populyarlıq qazanır. Bu idman növü klassik futbola alternativ olaraq daha çox sosial təbəqəyə və yaş qrupuna xitab edir. Belə bir turnirin Azərbaycanda keçirilməsi yerli idmanın infrastrukturunu inkişaf etdirməklə yanaşı, gənclərin bu idman növünə marağını da xeyli artıracaq. Turnir həm də azarkeş mədəniyyətinin inkişafı baxımından böyük önəm daşıyır. Yarış həmçinin idman turizminin stimullaşdırılmasına şərait yaradır. Turnirin favoritləri arasında adətən bu sahədə ənənəyə malik ölkələr yer alır. Braziliya, Meksika, Rumıniya, Çexiya, Macarıstan və Qazaxıstan kimi yığmalar son illərdə mini futbol üzrə uğurlu nəticələr əldə ediblər. Mini futbol komandalarının hər birinin heyətində futsal və klassik futboldan tanınan oyunçular yer alır. Onların yüksək taktiki hazırlığı və sürətli oyun stili yarışı maraqlı edən amillərdir. Azərbaycan milli komandası üçün bu turnir həm meydanda, həm də tribunada dəstək alacağı bir şansdır. Millimiz son illərdə mini futbol üzrə ciddi irəliləyişlərə nail olub. Avropa və beynəlxalq turnirlərdə təcrübə toplayan heyət xüsusilə yerli çempionatın güclənməsi sayəsində daha hazır vəziyyətdədir. Ölkə daxilində keçirilən turnirlər sayəsində komanda dinamik və motivasiyalı təsir bağışlayır. Rəqiblərin güclü olmasına baxmayaraq, Azərbaycan milli komandasının meydan sahibi statusu və yerli dəstək faktorları onun potensial uğur imkanlarını artırır. Məhz bu amillər millimizin qrupu atlayaraq play-off mərhələsinə qədər irəliləməsinə real zəmin yaradıb. Ev sahibi ölkə üçün bu həm də mini futbolun inkişafına yeni nəfəs verəcək. Futbolun gələcəyində bu növün roluna gəlincə, hər ötən gün populyarlığı artan bu idman növünün daha çox izləyici kütləsi formalaşır. Ənənəvi futboldan fərqli olaraq mini futbol daha çevik, tempolu və izləyicilər üçün cəlbedici formata malikdir. Azərbaycanda bu çempionatın keçirilməsi gələcəkdə bu sahədə daha çox uşaq və gəncin yetişməsinə, eləcə də mini futbol üzrə peşəkar liqaların formalaşmasına təkan verəcək. Qeyd edək ki, mini futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi təkcə bir turnir deyil, mundial milli ruhun, idman sevgisinin və beynəlxalq əməkdaşlığın təntənəsidir. Azərbaycan futbolu üçün bu çempionat bir tramplin ola bilər. Həm nəticə, həm də idman mədəniyyətinin inkişafı baxımından. Namiq Abbasov, Today Press TV.